Salam, hər vaxtınız xeyir. Dim toplu ikinci hissə 2023 test toplusu. Ətraflı yazılı cavab təyin olunan tapşırıqlar, mürəkkəb efir yağ, karbohidrat. Deməli, izahımıza başlayaq. Birinci sualda deməli bir aldeid verilib. Reduksiya məhsulu B, oksidaşmə C, molekul atomların sayı A-da və B-də. Deməli, aldeid CnH2n plus 1 CH-dır. Bu, əgər reduksiya olunsa, hidrogenləşər, CnH2n plus 1 CH2OH-a çevrilir. Yəni, baxın, B maddəsi budur. Bizdən nə istəyir? C maddəsi də karbon sayı bəlkə tapaq sonra. Burada molekul atomların sayı A və B. A aldeiddəki atomların sayı, B spirtdəki atomların sayı və burada x burada 1,2x. Atomları hesablasaq 3n plus 1, 2, 3, 4. 3n plus 4 bərabərdir x-a. Burada da bütün 3n plus 6 da bərabərdir 1,2x-a. Belə çıxır. Onda biz neyniyək? X-in yerinə 1,2x qoysaq, 3n üstə gəl 6 bərabərdir. 1,2-ni 3-ə vursa 3,6 n üstə gəlsin 4-ü 1,2, 4,8 və bu tərəfə, bu da bu tərəfə 0,6 n bərabərdir 1,2, n də bərabərdir 2. Deməli, n2 C2H5 CHO imiş aldehid. Buradan alınan spirt C2H5 CH2OH. Buradan alınan turşu C2H5 COH. Yəni, bu B'dir, bu da C'dir, bu da A'nın özüdür. Cədvələ əsasən sualları cavablandırın. B və C'nin reaksiya alınan üzüm maddənin səmərəli üsulu adı. B'də alınan adı etil karbinoldur. C'də alınan isə bunu açıq yazmalıyıq. CH2COH metil sirkə turşusu. Sirkə turşusunun yəni törəməsi üçün baxılır. Metil sirkə turşusu. B və C-nin reaksiyasına alınan üzüm maddənin bir molekulunda olan atomların sayı B'də 7, 8, o da 2, 10, 11, 12. C'də isə 3, buranı hesablayayım. 7, 8, 9, 10, 11. 11 atom olacaq. Bu da getdi. C'nin natrium H reaksiyanın tənliyi. C'nin natrium H reaksiya tənliyi. C2H5 COH idi. Yox, C2H5 bir dəqiqə, bu 2 idi. C2H5 COH natrium H reaksiyasından C2H5 CO natrium və su idi. C'nin natrium H reaksiya tənliyində yazdıq. Bu da belə. İkinci sual. CnH2n O2 molekulunda karbon atomunun hibrid orbitalları 15-dir. Bu mürəkkəb efirdir. Mürəkkəb efirdə bir karbon sp2-dir. Qalan karbonlar sp3-dür. Yəni, bütün hibrid orbitallar 4-dən olardı, amma bir karbon sp2-dir deyə bir hibrid orbital az olur. 4-dən bir vahid az olur. Çünki bir karbon sp2-də bir qeyri-hibrid orbital var. Rabitə yaradan bir qeyri-hibrid orbital. Bu da bərabərdir 15-ə, n də bərabərdir 4-ə. Deyir, molekulda birli karbon atomlarının sayı minimum və maksimum olan x və y-i müəyyən edin. Nədir? Molekulda karbon atom sayı minimum, maksimum. Sayı istəyir də, bəli. Birli karbon atomların sayı minimum, maksimum deyirsə, belə bir şey yazaq. Baxın. Birli, 4 dənə. Y4. Minimum hal istəyirsə, birliyini bacardıqca az yazmalıyıq. Birliyini bacardıqca az yazmalıyıq dediyim, bura bir dənə H ataq. Belə eləyək.
2 birli olur. Bəlkə belə eləsək yenə 2 birli olur. Yenə 2 birli olur. 2 minimum 2 olacaq. Sonra 3-cü sualda deyir ki, disiklik quruluşlu fruktoza molekulunda. Disiklik quruluşlu fruktoza belə idi. 5 bucaq idi. 1, 2, 3, 4. Bu ikinci karbon idi. İkinci karbona bir dənə CH2OH və OH birləşirdi. 1, 2, 3, OH, H, H, OH, bir dənə də CH2OH və H birləşirdi. Disiklik quruluşa necə keçə bilərik? Onu da bir dənə göstərək. 1, 2, 3, 4, 5, 6, CH2OH, CH2OH, belə. Sonra burada bir keton qrupu vardı. OH, H, HOH və HOH. Deməli 1, 2, 3, 4, 5. 5-ci karbonun hidrogeni buna birləşir. Buna birləşir. Və nəticədə ikinci karbondan bura qədər zəncir yığılır. İkinci karbon, üçüncü karbon, dördüncü, beşinci karbon. Və bunlar gəldi. Bax, bu oksigen vasitəsilə bu karbon buna birləşir. Oksigen vasitəsilə. Biraz eybəcər çəkdim. Bunu biraz belə çəkim. Daha net görünsün. Onu da biraz yuxarı sıxışdıraq. Belə. İndi bu ikinci karbondur. İkinci karbona fikir verin. Bu H gəlib bura birləşəndən sonra bir dənə OH birləşdirmiş olacaq. Bir də CH2OH. İkinci karbon. İkinci karbon. Üçüncü karbon OH və H birləşdirəcək. OH və H. Dördüncü karbon H və OH birləşdirəcək. Beşinci karbon bir dənə oksigenə birləşdi. Bir dənə hidrogeni var. Bir dənə də CH2OH. Bu şəkildə. Və yuxarıda da yazmışdım bunu. Bir də yazdım. Nə istəyir burada? Deyir ki, karbon atomunun sp3 hibrid orbitallarının sayı. Burada karbonların hamısı sp3'dür. Yəni 1, 2, 3, 4, 5, 6 karbon sp3'dür. 6 4'ünü 24 eləyəcək. Ümumi kimyəvi rabitələrin sayı. Ümumi kimyəvi rabitələri belə yazıb aça da bilərik. Bütün rabitələr onsuz da ki sigmadır. Toplaya da bilərik sadəcə olaraq. Amma belə saya da bilərik. Baxın. Belə. 1, 2, bu da 2. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Qapaları həll elədim. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24 dənə. 24 dənə. Ya da ki, C6, H12, O2 də deyib indeksləri toplaya bilərdik. Çıxma olmayacaq çünki qapalı. 24. Asimetrik karbon atomlarının sayı. Asimetrik karbonlar burada. Bu karbon asimetrikdir. 2, 3 və 4 karbon asimetrikdir. 4. Sonra 4-cü suala baxırıq. Qlikon turşusunun molekulunda 2 hidroksil qrupunun eyni doymuş bir əsl karbon turşusu ilə efirləşməsindən qlikon C6, H12, O7 idi də. Yəni qlikozada bir oksigen artırdı. Bunun 2 hidroksil qrupu efirləşmədə iştirak edir və demək ki 2 mol bir əsaslı karbon turşusuna reaksiya olacaq. Və əmələ gələn efirdə də 12 karbon var. Sadəcə bunu karbon sayına görə eləyəcək. 6 plus 2N. Bildiniz də niyə 2 mol oldu bir əsaslı turşu? Çünki 2 mol 2 hidroksil qrupu iştirak edirsə 2 mol bir əsaslı turşu ilə efirləşmə gedir. Və karbonların da sayı 6 burada, 2N burada, cəmi olub 12. N bərabərdir 3. Deməli turşum C2H5, COH propan turşusuymuş. Beynəlxalq deyir, elə propan dedim, bəli, propan turşusu. Və nisbi molekul kütləsini hesablayın. Bu da propan turşusu 74 eləməli deməli. Sirkə 60'dır, bu ondan 14 çoxdur, 74. Sonra glikoza X. Süt turşuda qızğın məhsul olsa 10, spirtdə tam qızğın məhsul anlamır.
X qram glukoza C6 2 C3 H6 O3 deməli 180 qramdan 10 mol süt turşusu alınır. X qram, yo 10 mol bura mən nə yazdım? 2 mol X-dan 10 mol. X bərabərdir. Çox böyük rəqəm eləyəcəm, hesablayaq da. 5 dəfə çox. 180 vur 5. Edir 900 qram. Deməli 900 qram glukoza var. Deyir, bəs bunu spirtə qızqırması zamanı alınan qazın mol sayını hesablayın. Spirtə qızqırdıqda C6H12O6-dan 2 mol etil spirt alınır. 2 mol da karbon dioksid alınır. Yəni 180 qramdan 44,8 litr qaz alınır. 900 qramdan da X litr. $224 litr eləyər bu da. Deməli X oldu 900. Bu da oldu 224. 6-cı sual. Proses 1. Karbohidrat, su. Heç nə görünmür burada. Karbohidrat 2, su. Belə bir bu müxtəlif cinsli qarışıq olub. Bu eyni cinsli sanki. Daha bilmirəm. Bura baxın. Deyir karbohidrat 1 yod ilə göyrənc əmələ gətirir. Demək karbohidrat 1. Bax bura işarələyirəm. Nişastadır. Karbohidrat 2'nin və karbohidrat 2'nin polikondensləşməsindən alfa glukozadır. Verilənlərə əsasən karbohidrat 2'nin molekul şəklində formulunu yazın. C6H12O6. Karbohidrat 2'nin disklik formada beta glukoza yazma, alfa glukoza yazmalıyıq. Glukoza 6 bucaq idi. 6 bucaq deyib 5 bucaq yazıram. Belə. Birinci karbon özünə OH alfa idi. Alfa da hər ikisi aşağı olacaq. OH. İkinci karbondan da HOH. Üçüncü karbon OHH. Dördüncü karbon HOH. Beşinci karbon CH2 OHH. Belə. Və karbohidrat 1'in karbohidrat 2'ye hidroz zamanı alınan aral məhsulların adlarını yazın. Nişastadan dekstrin, maltoza, en sonda da alfa glukoza alınırdı. Burada aralıq məhsul dediğim maltoza və dekstrindir. 7-ci suala baxırıq. 7-ci sualda etil spirti mis 2 oksidlə oksidləşdikdə sirkə aldehidi alınır və mis alınır və su alınır. Bu birinci reaksiyanın bax belə uyğunlaşmasıdır. Və sirkə aldehidi də oksidləşsə sirkə turşusu alınır. Və sirkə turşusu da etil spirti ilə etil asetat verər. CH3, CO, C2H5 və su verər. İndi burada deyir, Z maddəsinin adı, Z maddəsi etil asetat. Beynəlxalq və onun şaxəli quruluşlu sinifləri arası izomerini şaxəli quruluşlu sinifləri arası izomeri karbon turşusu olacaq. O da baxın bu olar. 1, 2, 3. 2 metil propan turşusu. Metil-propan turşusu və molekullu qeyri-polyar sigma reaktorun sayını hesablayın. Bu yəqin ki bundan söhbət gedir də. Molekullu qeyri-polyar 1, 2, 3 olar. Deyir onun şaxəli quruluşlu siniflər arası izomerin beynəlxalq adını yazın və molekullu qeyri-polyar sigma reaktorun. Əgər bizdən Z istəyirsə molekullu qeyri-polyar, buradan biraz mən fərqləndirə bilmədim. Bu nəyi istəyir? Molekullu qeyri-polyar 2 dənədir Z-in özündə. Amma onun izomerindəkində isə 1, 2, 3 dənədir. İndi bu onun molekulunda bura bağlanır, yoxsa bura yəqin ki buna bağlanır. Z-ə aid, Z-in o siniflərsiz izomerinə aid olar. 8.
Doymuş karbon turşusu molekuluna hidrogen 32 dənədirsə, C16H32O2-dir. Piravitələrin sayı da 1-dir. Bir dənə piravitədə bilirik də, buradadır. Bəli. Deməli bu C15H31-dir. Palmitindir də. Turşunun formunu və bu turşu ilə metil spirt arasında gedən reaksiyada əmələ gələn mürəkkəb efir molekulu atomlarının ümumi sayını yazsın. Reaksiyanı istəmir. Burada metil spirti ilə bura bir dənə metil qrupu gələcək. Molekulu atomlar sayı 15-31 üstə gəlsin. Elə 46, 47, 48, 49, 50, 53 olacaq. Sonra 9-cu suala baxırıq. Doymuş mürəkkəb efirin mol sayı 1, SN, H2, O2. Mürəkkəb efirin hidrolizindən alınan məhsulların qatı sulfat ilə qızdırılmasından alınan qazlar X və Y qazlar. Qatı sulfatla. Mürəkkəb hidrolizindən alınan məhsullar. Və alınan qazların nisbi molekul kütləsi A2A. Mürəkkəb efirin hidrolizindən alınan məhsulların qatı sulfatla qızdırılmasından qaz alınırsa, biz bilirik mürəkkəb efir turşuya və spirtə belə deyim, çevrilir, hidroliz etdikdə. İndi bunları qatı sulfatla qızdırdıqda bu demək ki, qarışqa turşusu imiş. Qatı sulfatla qızdırıldıqda CO və H2O verir. Alınan qaz CO. Və X deməli CO-dur, molyar kütləsi də 28-dir. Deməli, digər spirtdir. Spirt də qatı sulfatla qızdırılanda alkenə çevrilirdi. İndi bu qaz halında olan bir alkendir və əgər X CO-dur və molyar kütləsi 28 isə digəri 2A 56 eləyər. 14 M bərabərdir 56. Bu da olar M bərabərdir 4. Deməli bu da C4H8 imiş. Y qazı C4H8. Və niyə mən baxın, niyə mən 2A-nı CO digərin alken fikirləşmədim? Çünki CO 28 ilə 2A olsaydı, o zaman A olacaqdı 14. Molyar kütləsi 14 olan alken yoxdur ona görə. Deməli, mürəkkəb efir molekulu atomların sayı. Mürəkkəb efirin deməli, qarışqa turşusundan və butil spirtindən əmələ gəlmiş mürəkkəb efir olub. Atomların da sayı 4, 9, 13, 14, 15, 16, 17 olub. Y qazın formulunu, Y qazı C4H8-dir, buten. Turş mühitdə hidroz məhsullarından biri ilə gümüş piroksid amonyaklı suda məhvul ilə reaksiya. Baxın, bu bir də bizə sübut edir ki, fikrimizi qarışqa turşusu olub ki, gümüş piroksid amonyakda məhvul ilə reaksiya girəcək bu. Bu bizə verəcək karbon dioksid, su və gümüş. 2 mol gümüş özdə. Bu reaksiyada budur. Sonra digər 10-cu sual. Sirkə və etil spirtindən alınar mürəkkəb efir etil asetat və su. Demək, kütləsi M-dir, bu da M-dir. Başqa 17,6 qram bu alınıb. İndi burada hər ikisi yəqin ki, tam sərf olmaz. Çünki bu 60, bu da 46-dır və buradan 18 qram su çıxır. 60 üstə 46 çıx 18, 88 qram mürəkkəb efir alınır. Onda bu M-ləri bir dənə saxlayaq. M-dirsə, burada turşu tam sərf olunacaq, daha kiçik məxrəc. Deməli, bu M qram ondan reaksiya girəndə biz 176, 60-a da 88 desək, bu 0,2 eləyər, bu eləyər M12 eləyər, 12 qram. Deməli, M12 imiş hər ikisi üçün. İndi burada spirt də reaksiya girər 9,2 qram. 12 qramdan 9,2 də çıxsaq, 2,8 qram spirt artıq qalar. Bilmirəm, heç bunlardan istəyir bizdən, yoxsa yox, tapıram elə. Niyə bu 9,2 oldu? Tənasübdür də, yəni tənasüb. Bəzən şagirdlər soruşur, bu niyə oldu? Yəni orada artıq onun üstü yazılıbsa, tənasüb kimi fikirləşməlisiniz. Başqa nə ola bilər ki? Suyu da hesablayaq. Bir saniyə baxaq görə nə istəyir. Baş verən reaksiya tənliyi yazdıq. Maddələrdən biri tam sərf olunsa M-i hesabladıq. X-i də suyun kütləsidir. 88-dən 12 alınırsa 17,6-dan X qram. Bu da 3,6 qram su alınar deməkdir. Sonuncunun da cavabı bu. Bəli, növbəti bir izahında sonuna gəldik. Sağ olun.